Azərbaycan Sülh Şurasına təsisçi üzv dövlət qismində daxil olub. Davos İqtisadi Forumunda əsası qoyulan bu yeni beynəlxalq təşəbbüs qlobal münaqişələrin həlli istiqamətində alternativ platforma kimi təqdim olunur. Mütəxəssislərin fikrincə, mövcud beynəlxalq institutların, xüsusilə də BMT, ATƏT və Avropa təsisatlarının sülh və təhlükəsizlik ilə bağlı üzərinə düşən öhdəlikləri tam yerinə yetirə bilməməsi fonunda Sülh Şurasının yaradılması zərurətidir. Məqsəd sülhdür. Cənab Trump hesab edir ki, sülhü təmin etmək üçün konkret fəallıq lazımdır və o cümlədən lazım gələrsə təkcə siyasi nüfuzundan istifadə edərək qoşulmaq bu proseslara həm maliyyə imkanları ilə, həm əskəri imkanları ilə o dövlətləri ki, o sülhdə maraqlıdır. İndi hər halda hələlik onun o dəvətinə bir qrup dövlətlər müsbət cavab verdi və indi baxaq o təşəbbüsün davamı olacaq və hansı şəkildə. Sülh Şurası ideyası ilkin olaraq Qəzza sektorunda problemlərin həlli və sülhün bərqərar olunmasına yönəlsə də, təşkilatın fəaliyyət dairəsi bununla məhdudlaşmayacaq. Azərbaycanın bu şuraya dəvət olunması isə təsadüfi deyil. Ermənistanla münaqişəni uğurla həll edən ölkəmiz nadir təcrübəsini bölüşə bilər. Digər tərəfdən Azərbaycan bu qurumun təsis edilməsində iştirak etməklə öz milli maraqlarını müdafiə edə biləcəyi yeni alternativ beynəlxalq platforma qazanır. İstər insan hüquqları kontekstində, istər ölkəmizə qarşı digər qarayaxma kampaniyaları kontekstində bu təşkilata üzv olmaqla bizə qarşı köklənmiş bəzi Avropa təsisatlarına, məsəl üçün Avropa Şurası Parlament Assambleyasına, Avropa Parlamentinə də bir mesaj göndəririk ki, təkcə bu dünyanın siyasətini siz müəyyənləşdirmirsiniz. BMT Təhlükəsizlik Şurası təkcə bu dünyanın siyasətini müəyyənləşdirmir. Çünki 4 qətnamə qəbul etmişdilər, icra eləyə bilmirdilər. Sülh Şurası ilə bağlı müzakirə olunan əsas məsələlərdən biri isə maliyyələşmədir. Bəzi mənbələrdə üzvlük haqları və iri maliyyə öhdəlikləri ilə bağlı səslənən iddialar olsa da, hazırda Sülh Şurası beynəlxalq təşkilat kimi formalaşma mərhələsindədir. Azərbaycan tərəfinə dəvət göndərilmişdir və Azərbaycan tərəfi bu dəvəti qəbul etmişdir. Hansısa bir maliyyə ödənişi ilə bağlı heç bir məsələ Azərbaycan rəsmi qurumları tərəfindən bildirilməyib, bəyan edilməyib. Ona görə də hesab edirəm ki, Azərbaycanın rəsmi qurumları bu barədə bəyanat verməyənə qədər dezinformasiya, hansısa digər məlumatları mən hesab edirəm əsas götürmək lazım deyil. Sülh Şurasının uzun müddətli fəaliyyəti, qarşıya qoyulan məqsədlərə çatması və xüsusilə Qəzza probleminin həllinə real töhfə verib-verməyəcəyi zamanla bəlli olacaq. Lakin Azərbaycanın bu təşkilatda təsisçi üzv kimi yer alması ölkənin artan beynəlxalq nüfuzunun və qlobal proseslərdə rolunun göstəricisi kimi qiymətləndirilir. Rəqsanə Qasımzadə, Arif Həsənov, İTV Xəbər.